Tam 103 manatlıq Trendyol sifarişimizdir. Bu mart ayı üçün sonuncu sifarişdir. Sanıram başqa sifarişimiz yoxdur. Çox uğurlu sifarişlərim oldu həm Temudan, həm Trendyoldan. Bu Misha'nın BB kremidir. Gözlədiyimdən çox balaca gəldi. Yəni amma teksturası çox qəşəngdir. Storydə göstərəcəm sizə onun rəngin. Mən Tanani sevmirəm. Yüngül örtücü olanları sevirəm. Bu isə əlbəttə həm hər dəfə aldığım Erbatabdan D vitaminimdir. Birini yoğurta qarışdırıb içirəm. Mənə bir ay bəs eləyir. Martanitkalarımız isə nəhayət gəldi, çıxdı. Bu dilək qolbaqlarıdır. Üzülmüşdüm ki, gec gələcək, amma gəldi, çıxdı. Əslində onu daha tez sifariş vermək lazımdır. Mart ayının əvvəlindən qoluna biləyə bağlayıb dilək tutub bağlayırsan, sonra mart ayının sonunda qaranquş görəndə açırsan, bir yaz ağacına bağlayırsan. Bu isə Fidoş üçün almışam. Əynində çox qəşəng qaldı, el ölçüdür. Hətta M ölçüdə olardı. Burada isə bu incinin taytıdır. Əslində mən bunu istəyirdim, o çölə bayıra giyinsin, amma çölə bayıra giymək istəmədi, evdə giymək istədi. Deməyib yoxdur yəni. Bu platya isə mənim platyamdır. Çox qəşəng qaldı əynimə. Sabahlar sizə storydə bunu göstərəcəm. So, yəqin ki, kombin videolarında filan da görəcəksiniz əynimdə. Bu da, bunun başqa rəngində almışam, indiyə. Crop formasındadır. İçi də biraz qalındır. Tam indinin materialıdır. Bu kofta isə mənə çox qəşəng yaraşdı. Mənə sadə ağ və qara rənglər, bir də rəngli belə qarışıq rəngli köynəklər çox qəşəng yaraşır. Bir də ölçülər, mənim aldığım paltarlar hamısı XL ölçüdür, yəni 42 ölçüdür. Fidanda isə L ölçüdür. Bu da Fidanındır, həmçinin tişörtüdür. Boğazı çox qəşəngdir. Bu paltarlar hamısı defaktodandır.